Salam əziz izləyicilər. Belə bir məntiq sualı ilə qarşınızdayam. Gəlin bu məntiq sualını bir yerdə həll edək. Deməli, buradan A bərabərdir. A-nın aşağısındakı ədəd A-ya bərabərdir. Yəni A bərabərdir buradan 7-yə. B-nin aşağısındakı qiymət isə B-yə bərabər olur. Yəni B bərabərdir 8-ə. Gətirib yuxarıdakı ifadədə A və B-nin qiymətini yerinə yazaq. A-mız dediyi oldu 7. Yazırıq buradan 7. Üstə gələk B-miz də oldu 8. 7 üstə gələk 8 bərabərdir nəyə? 15. Cavabımız oldu 15. Sonra növbəti belə bir sual var. Qeyd edim ki, bu suallar çox vaxt sınağa düşən suallardır. Burada x-imizin aşağısındakı qiyməti x-ə bərabər olur. Yəni x bərabərdir buradan 2-yə. Y-imizin aşağısındakı qiymət isə y-ə bərabər olur. Y bərabərdir 7-yə. Gətirib indi yuxarıdakı ifadədə yerinə yazırıq. 4 vurulsun x-imiz dediyi oldu 2. Vurulsun 2 çıxılsın 7-yə. Bu da bərabərdir 1-ə. Yadınızda saxlayın ki, burada 4 vurulma x deməkdir. Ona görə x-in qiymətini gətirib yerinə yazdıq. 4 vurulsun 2 8. 8-dən də 7 çıxanda eləyir 1. Cavabımız oldu 1.